Dinsizlik insanlığın kurtuluşu olacak. Deizm insanlığın kurtuluşu olacak. İnsanlığın kurtuluşu olacaq. Yəni gör nəyi? İnsanlığın kurtuluşu sağ. Biraz önce herkes cennete gidecek dediniz. Peki bu dünyadaki ateistlerin durumu ne olacak? Bu dünyadaki ateistlerin durumunu alır. Şimdi cennete herkes gideceği nasıl anlıyor bunlar? Yani öldü de elini kolunu sallaya sallaya oraya mı gidecek? O diyor ki Faturaları ödedikten sonra. ödedikten Gayet sonra şimdi tabii. ateistler de diyor gidecek mi Gayet diyor. tabii. Orada yaptığının yanlışlığını görecek. Gerekli faturayı Allah ne takdir etmişse ödeyecek. Ondan sonra çıkacak. Tekamül yeri burası. Söylüyoruz. Hatta bana göre haram yiyen dincilerden daha önce cennete gider o. Yəni təkamül bilirsiniz nə deməkdir? Yəni o Darwinin nəzəriyyəsi və təkamül nəzəriyyəsi. Yəni bir o cəhənnəmə girəcəklər, təkamül nəticəsində onlar dəyişiləcəklər, düzələcəklər ateistlər. Oradan sonra cənnətə girəcəklər. Allahu akbar. Efirlərə gör kimlər var. Bu günləri bizdə də efirlərin günü bax budur dəyərli dinləyicilər. Mənə görə deyil, hətta haram yeyən o dindarlar var. Onlardan daha tez gedəcəklər cənnətə. Yəni ateist, Allah'a danan, peyğəmbərə inanmayan, Qurana inanmayan, kitablara inanmayan, yəni hər bir şey inkar edən insan cənnətə günah edən dindardan daha tez gedəcək. Dəhşət deyə qardaşlarım. Birilerinin anlattığı namazı kılmasın. Dediği orucu tutmasın. Dediği hacca gitmesin. Çünkü oralara gittiği zaman tevhid zedeleniyor, Allah'a iman şirke bulaşıyor. Deyir, onlar dediyi namazları qılmayın, oruçları tutmayın, həccə gedin. Oraya gedəndə hamısı şirk qoşurlar, deist olurlar. Qoy qalsın deyə deizmdir. Yəni Bill Gates indi özünü kələmə-i şahadət gətirmir, mələklərə inanmır, Həzrəti Məhəmməd öz peyğəmbəri kimi adlandırmır. Bu adam qanun qaydaya görə cəhənnəmə gedəcək. Bu qayda qanunu qoyan kimdir? Allah deyilmi? Aha. Yəni biz Allahı bu qədər ədalətsizmi bilirik? O insana kafir deməklə onu təhqir etmirsən. Ona hökmünü verirsən ki, bu insan Allah'ı inkar edir, peyğəmbəri inkar edir, dini inkar edir, peyğəmbərləri inkar edir, kitabları inkar edirsən. Yəni sən buna nə ad verməlisən? Elə bir duruma gəlib düşmüsən ki, kafiri cəhənnəmlik deməyə qorxursan, dilin gəlmir. Hansı ki Allah Subhanahu taala Quran-ı Kərimdə cəhənnəm əhlindən danışır və onların sifətlərini vəsf edir və ora düşən insanların qismləri vəsf edir ki, bu tip insanlar cəhənnəm əhlidir.